ağrıdıcı yerlərdən biri nədir? Təkcə Əli radiyallahu anh'ın oğlu Kərbəla hadisəsində Hüseynin adı çəkilir. Əbu Bakrın, Ömərin və Osman adları çəkilmir. Hansı ki, onlar da Əli radiyallahu anh'ın başqa qadından olan övladları idi. Və Əli radiyallahu anh'ın 38 övladı var idi. Çox idi övladı. Və övladlarından da bəzilərinin adını Əbu Bakr, Ömər, Osman, Əli qoymuşdu. Daha doğrusu Əbu Bakr, Ömər, Osman qoymuşdu. Və onlar da həmin Kərbəla hadisəsində Hüseyin radiyallahu anh'a şərik oldular. O qitala. Və əksinə onlar Hüseynin sağ qalması üçün öz canlarından keçdilər. Sonra Hüseyin radiyallahu anh çöndü, üzünü çöndərdi orduya. Dedi, ey filan kəs, sən mənə məktub yazmamışdın ki, gəl sənə beyyət eləyək. Ey filan kəs, sən mənə məktub yazmamışdın, gəl beyyət eləyək. Ey filan kəs, sən mənə deməmişdin, gəl beyyət eləyək. Buna iştimaya başımı açdınız. Siz mənə xəyanət elədiniz. Və onlar dedilər ki, ey Peyğəmbərin nəvəsi işlər dəyişir. Peyğəmbər sallallahu aleyhi ve sellem nəvəsi Hüseynin başını kəsdi. Şamr ibn Zul Cəvşə. Allah haqqı. Yəni insan ağlına gəlmir ki, bu Peyğəmbər nəvəsində sən neyimizən sən? Onlar xaindirlər. Necə? O məsələyə toxunmaq istəyirəm ki, Hüseyni Küfə əhli öldürdü, Şam əhli yox. Bu məsələ mühümdür. Bəli.